Salam, bugün sizinlə paylaşdığınız mənbələri biraz, necə deyim, dərindən təhlil edəcəyik. Söhbət kişilər üçün gəlir və sosial statusun əhəmiyyətindən gedir. Bu amillər tarixən çox dərin köklərə malikdir, amma gəlin görək bugün sizin həyatınıza necə təsir edir münasibətlərdən sağlamlığa, hətta özünüzə inamınıza qədər. Bəli, salam. Əlimizdəki məlumatlar həqiqətən çox şaxəlidir. Təkamül, tarix, psixologiya, sosiologiya. Yəni, çalışacaq ki, bu mənbələri sizin üçün aydınlaşdıraq. Kişilərin bu məşhur ailə təminatçısı rolunun kökləri haradadır? Niyə bu qədər güclüdür? Və təbii ki, müasir dövrdə bunun yaratdığı təzyiqlər də var, yəqin ki. Əlbəttə, əlbəttə. Həm kökləri anlamaq, həm də bugünkü vəziyyəti, o təzyiqləri müzakirə etməkdir məqsədimiz. Elə isə gəlin lap əvvəldən başlayaq. O tarixi köklərdən. Mənbələrdə qeyd olunur ki, qədim cəmiyyətlərdə kişinin rolu əsasən nə idi? Ovçu, qoruyucu... Bəli, bəli. Resurs əldə etmək, qəbilə daxilində bir status qazanmaq həyati əhəmiyyət daşıyırdı. Ovdan gələn qənimət, qoruma bacarığı bunlar hamısı status deməkdir. Və zamanla bu, necə deyim, transformasiya olub bizim bildiyimiz ailənin maddi təminatçısı modelinə, yəni breadwinner çevrilib, düzdür? Tam olaraq. Bu model bir çox cəmiyyətdə çox dərin kök salıb. Amma baxın, çox maraqlı bir detal da var. Sizin paylaşdığınız antropoloji araşdırmalar göstərir ki, bu heç də hər yerdə, hər zaman belə olmayıb. Necə yəni? Yəni, elə mədəniyyətlər olub ki, orada qadınlar da əsas təminatçı rolunu oynayıb. Deməli, bu ənənəvi dediyimiz model əslində o qədər də universal, dəmir qanun deyilmiş. Bu doğrudan da baxış bucağını dəyişir. Yaxşı, bəs bugünə gələk. Gəlirin, statusun real həyatımıza, məsələn, münasibətlərə təsiri necədir? Çox konkret bir məlumat var idi mənbələrdə. Hə, o yüksək gəlirli kişilərdə bağlı olanı deyirsiniz yəqin. Bəli, ən yüksək gəlirli kişilərin ata olma ehtimalı aşağı gəlirli kişilərə baxanda deyəsən 41% daha çoxdur. Bu çox ciddi rəqəmdir. Çox ciddidir, bəli. Bu birbaşa göstərir ki, maddi imkanlar ailə qurmaq, uşaq sahibi olmaq qərarlarına necə təsir edir. Həmçinin başqa bir məqam da var, partnyorlar arasındakı gəlir fərqi. Hə, o partner pay-gap məsələsi. Ay sağ ol. Araşdırmalar göstərir ki, kişinin gəliri qadınınkından, yəni partnyorununkundan çox olanda, münasibətdə ümumi stres səviyyəsi bir qədər aşağı olur. Maraqlıdır. Bəs əksi olanda, yəni qadın daha çox qazananda? Bax, o zaman bəzən psixoloji gərginlik yarana bilir. Bu da yəqin ki, o dərinə kök salmış kişi təminatçı olmalıdır gözləntisi ilə bağlıdır. Hələ də təsirini göstərir. Deməli, məsələ təkcə pul deyil, həm də o status, o gözləntilərdir. Status deyəndə də yəqin təkcə bank hesabı yox. Yox, əlbəttə. Peşə mövqeyi, təhsil səviyyəsi, cəmiyyətdəki nüfuz, bunların hamısı statusa daxildir. Və mənbələr də təsdiqləyir ki, yüksək statuslu kişilər daha çox fürsət əldə edir. Həm romantik, həm də peşəkar sahədə. Bu insanın özünü hiss etməsinə necə təsir edir? Psixoloji tərəfi necədir? Birbaşa təsiri var. Mənbələrə görə yüksək gəlir və statusa malik olmaq ümumiyyətlə depressiya və narahatlıq riskini azaldır. Hətta baxın, orta yaş dövründə gəlirin artıb azalması birbaşa fiziki və zehni sağlamlığa təsir edirmiş. Necə, yəni gəlir itkisi sağlamlığı poza bilər? Bəli, məhz elə. Gəlir itkisi ciddi sağlamlıq problemlərinə yol aça bilir. İşsizliyin kişilər üçün niyə bu qədər ağır psixoloji zərbə olduğunu da əslində bu məqam yaxşı izah edir. O təminatçı rolunun itirilməsi hissi çox ağırdır. Özünə inam məsələsi də var yəqin. Yəni cəmiyyətdə öz yerini necə görmək. Bir mənbədə subyektiv sosial statusdan danışılırdı. İnsanın özünü harada görməsi. Hə, o subyektiv status çox vacibdir. İnsanın özünü cəmiyyətdə necə qiymətləndirməsi birbaşa həyat məmnuniyyəti ilə bağlıdır. Statusun yüksəlməsi hissi özünə inamı artırır, aşağı olması isə əksinə negativ hisslər yarada bilir. Bütün bunlar aydındır, amma sanki bir hamma var burada. Müasir dövrdə bu modelin özü də biraz problem yaratmır ki? Tamamilə haqlısınız. Bax, elə ora gəlirik. Bu klassik kişi təminatçı modeli bugün çox ciddi təzyiqlər yaradır və buna görə də tənqid olunur. Mənbələrdən biri xüsusi vurulur ki, uzun iş saatları, daim olaraq daha çox qazanmaq təzyiqi, karyeraya həddən artıq fokuslanma. Bunlar psixoloji sağlamlığı vurur yəqin ki? Bəli, birbaşa riskə atır.
Yəni, tarixən güc və status mənbəyi olan bir şey, müasir dünyada bir növ yükə, hətta tələyə çevrilə bilir bəzi kişilər üçün. Maraqlıdır ki, bəzi cəmiyyətlər buna reaksiya verməyə başlayıb deyəsən. Məsələn, o ödənişli atalıq məzuniyyəti kimi şeylər. Hə, bu çox yaxşı nümunədir. Balanslı valideynliyi təşviq edən siyasətlər kişilərin ailədə daha fərqli, daha aktiv rollar almasına kömək edir. O təzyiqi bir qədər yüngülləşdirir. Trend dəyişir, yavaş-yavaş olsa da. Deməli, ekspertlər də artıq deyir ki, kişinin dəyəri təkcə qazancı ilə ölçülməməlidir. Mütləq. İndi daha çox vurğulanır ki, emosional dəstək göstərmək bacarığı, ailə ilə keyfiyyətli vaxt keçirmək, iş və şəxsi həyat arasında o balansı qura bilmək, bunlar ən az maddi təminat qədər vacibdir. Daha sağlam, daha balanslı bir yanaşma budur əslində. Beləliklə, bugün nəzərdən keçirdiyimiz mənbələrdən çıxan əsas nəticə nədir? Gəlir və status kişilərin həyatında tarixən çox güclü olub və bugün də təsirini saxlayır. Münasibətlərdən sağlamlığa, özünə inamdan cəmiyyətdəki yerinə qədər hər şeyə toxunur. Tamamilə, amma eyni zamanda bu ənənəvi təminatçı rolunun yaratdığı ağır yükü və stresi də görməzdən gələ bilmərik. Müasir dünya kişilərdən artıq fərqli keyfiyyətlər də gözləyir. Emosional zəka, qayğıkeşlik, balanslı həyat tərzi. Bunlar getdikcə daha çox ön plana çıxır. Bəli, və sonda dinləyicilərimiz üçün bir düşüncə toxumu buraxaq. Bütün bu danışdıqlarımız işığında sizcə cəmiyyət olaraq bir insanın, xüsusilə bir kişinin uğurunu və dəyərini ölçmək üçün gəlir və statusdan başqa hansı meyarlara daha çox önəm verməliyik? Sizin üçün, şəxsən sizin üçün hansı dəyərlər əslində daha vacibdir? Bu barədə düşünməyə dəyər.